Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'netud daim ala a'daihim ecmain minel an ila kıyavmi yevmiddin. Sonuncu Peyğəmbər, sonuncu Rəsul Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləmin peyğəmbərliyi milad tarixi ilə 610-cu ilə təsadüf edir. Sonuncu Peyğəmbər öz peyğəmbərliyini təxminən 3 il ərzində gizli şəkildə təbliğ etmişdir. Və bu 3 il ərzində peyğəmbərə say hesabı ilə desək bir neçə nəfər iman gətirmişdir. Və nəhayət 3 ildən sonra, yəni 613-cü ildə milad tarixi ilə Allahın istəyi ilə, Allahın iradəsi ilə, Allahın göstərişi ilə peyğəmbər öz peyğəmbərliyini açıq-aşkar elan etməyə başladı. Belə deyək, həmin dəqiqədən, həmin gündən, həmin andan artıq İslamın əleyhinə təbliğatlar başladı. Yəni müşriklər olsun, bütpərəstlər olsun, xristianlar olsun, yəhudilər olsun, yəni qeyri-İslam dinində olanlar artıq İslamın əleyhinə təbliğatlara başladı. Və həmin gündən ta bu günə qədər, bu gündən də ta bundan sonra da bu hadisələr baş verib və baş da verəcək. Yəni tarix boyu biz baxdıqda İslamın aradan getməsi üçün, İslamı zəiflətmək üçün, İslamı insanların gözündən salmaq üçün, İslamı məhv etmək üçün, yəni bu cür təbliğatlar çox olub. Amma nəticədə biz nə görmüşük? Həmin təbliğat edənlərin özləri məhv olub, amma İslam həmişəki kimi ayaq üstə qalıb, möhkəm olub. İslam əleyhinə təbliğat aparanlar adətən iki cür olub. Biri var zahiri cəhətdən təbliğat aparanlar. Zahiri cəhətdən təbliğat aparanlar dediyimiz kimi qeyri-İslam dinində olanlar öz əqidələrini müdafiə etmək üçün, öz əqidələrini yaymaq üçün, İslamı aradan aparmaq üçün İslam əleyhinə təbliğatlar aparırlar. Batini təbliğatlar isə o şəxslər ki, İslam donu altında, İslamın pərdəsi altında gizlənərək İslamın əleyhinə təbliğat aparırlar. Və qarşı tərəfi, yəni həqiqi İslamı qeyri-İslam kimi göstərib, özlərini İslam kimi göstəriblər. Buna nümunə olaraq Peyğəmbərin əziz nəvəsi olan İmam Hüseyn əleyhissalamın Kərbala hadisəsinə baxsaq, bu batini təbliğatı biz görərik. Peyğəmbərin nəvəsi, cənnət cavanlarının ağası olan İmam Hüseyn əleyhissalamı İslam ordusu, belə deyək, İslam xəlifəsi adı altında olan Yezid tərəfindən şəhid edilməsi bu batini təbliğata açıq-aşkar bir nümunədir ki, bu cür hadisələr tarixdə Əhl-i Beytə qarşı edilən zülmlər, təbliğatlar açıq-aşkar göz qabağındadır. İslama qarşı olan təbliğatlardan biri, xüsusən də Qur'ana qarşı olan təbliğatlardan da biri budur ki, biri var ümumi İslama qarşı təbliğat, bir də var xüsusən Qur'ana qarşı təbliğat. Yəni Qur'anı gözdən salmaq üçün, bəzən Qur'anda səhv adı ilə hansısa bir ayəni nümayiş etdirərək Qur'anı zəif, batil bir kitab, Allah tərəfindən nazil olan bir kitab yox, kiminsə yazdığı bir kitab kimi qələmə verməklə Qur'anı zəiflətmək, Qur'ana qarşı insanların düşüncəsini dəyişmək məqsədi ilə təbliğatlar da olunur. Qur'ana qarşı aparılan təbliğatlardan ikisini qeyd edib, inşallah ikisinə də cavab verərik. Biri budur ki, Qur'ana qarşı olan iradlardan, yəni əks təbliğat, irad da sayılır da, budur ki, Qur'anı başa düşmədiyiniz halda niyə oxuyursunuz? Yəni bir halda ki, Qur'an ərəbcədir, bizim öz dilimizdə deyil, siz onun mənasını başa düşmədiyiniz halda niyə Qur'anı ərəbcə oxuyursunuz? Niyə Qur'anı üzündən oxuyursunuz? Bu bir irad. İkinci irad da budur ki, bu da məşhur bir iraddır. Bütün dünya Marsa çıxır, bütün dünya texnika inkişaf eləyir, filan raketi düzəldir, filan sahədə inkişaf eləyir. Amma siz hələ də qalmısınız mənasını başa düşmədiyiniz Qur'anı ərəbcə oxumağa. Bu iki irad, daha çox iradlar var. Bu iki irad inşallah bu ikisinə də cavab verər. Dedik ki, iki irad olunub Qur'ana. Əvvəlcə istəyirəm Qur'an haqqında, yəni bir xülasə tanışlıq olaraq bir ayə və bir neçə hədis qeyd edim, yəni Qur'anı tanıyaq. Allah Teala Qur'an-ı Kərimin Bəqərə surəsinin 185-ci ayəsində Qur'anı iki kəlmə ilə Qur'ana tərif verir və Qur'anın mahiyyətini bizə çatdırır. Ki, digər çox ayələr var. Amma bir ayəni iki kəlmədən ibarət olan həmin o ayənin bir hissəsini qeyd edərəm və həmin o iki kəlmədə Allah Qur'anın mahiyyətini bizə çatdırır. Buyurur ki, Hudən linnas.
Quran nədir? Ki, ayənin də əvvəli də var, sonu da var. Amma bu hissə Qurana nədir? Tərifdir. Bir hudən linnas. Burada diqqət çəkən məsələ budur. Ayənin mənası budur ki, insanlara doğru yolu göstərmək üçün, insanları hidayət eləmək üçün nazil olan kitabdır. Burada diqqət çəkən məsələ nədir? Diqqət çəkilən məsələ odur ki, ayədə deyir linnas. Məsələn, demədi müsəlmanlar üçün, möminlər üçün, iman gətirənlər üçün, təqvalılar üçün, müttəqilər üçün demir. Deyir linnas. Linnasdan məqsəd nədir? İstəyir bütpərəst olsun, istəyir müşrik olsun, istəyir xristian dinində olsun, istəyir yəhudi dinində olan olsun, istəyir mömin olsun, müsəlman olsun, qeyri-müsəlman olsun, fərqi yox. Yəni irqindən, dinindən, dilindən asılı olmayaraq insan kateqoriyasındadırsa, Allah buyurur ki, Quran onun üçün də nazil olub. Ona da doğru yolu göstərsin, onu da hidayət eləmək üçün Quran nazil olan bir kitabdır. Bir-iki hədis də qeyd edək, yəni Quranın mahiyyəti haqqında. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm Quran haqqında buyurur ki, deyir, həqiqətən o ev ki, o evdə çoxlu Quran oxunar, o evdə bərəkət, xeyir çoxalar. Və o evin əhli geniş olar. Geniş yəni nə? Mehribançılıq olar, o evdə gözəllik olar, səmimiyyət olar. Və həmin evin əhli səma əhli üçün nur saçar. Necə ki, göydə olan ulduzlar yer əhli üçün yəni nur saçır. Yəni Allah Rəsulü burada Qur'anı bizə, yəni Qur'anı bizə mahiyyətini bir növ bizə belə çatdırır ki, yəni Qur'an oxumaq, o yerdə ki, o evdə ki, çoxlu Qur'an oxunar, o yerin, o evin bərəkəti, xeyri çoxalar. Əmir əl-Möminin əleyhissalam isə Qur'an haqqında buyurur ki, burada əleyhissalam həm Qur'an haqqında buyurur, həm də ki, bir növ valideynin övlad üzərində olan haqqından buyurur. Deyir ki, valideynin övladın, yəni valideyn üzərində olan haqlarından biri odur ki, valideyn övladına gərək gözəl ad qoysun və eyni zamanda onu gözəl ədəbləndirsin və üçüncü də haqqı budur ki, yəni övladın valideyn üzərində olan haqqı odur ki, valideynin borcudur ki, övladına neynəsin? Quranı öyrətsin, Quran oxumağı öyrətsin. Yəni bu cür hədislər, Quranı vəsf edən, Quranın mahiyyətini bizə çatdıran, Quranın həqiqətini bizə çatdıran hədislər çoxdur. İnşallah bu iki hədislə biz kifayətlənərik. İndi gələk o olan iradlara cavab. Birinci irad nə idi? Birinci irad bu idi ki, Qur'anın mənasını başa düşmədiyiniz halda niyə oxuyursunuz? Yəni bir halda ki, onun mənasını dərk eləmişsiniz, onu başa düşmürsünüz, yəni onu öyrənib, açıb ərəbcə oxumağın bir mənası yoxdur. Elə bu irada Qur'anın özündən cavab verərik. Yəni Peyğəmbərdən, Əhl-i Beytdən nəql olunan hədislə yox, ancaq Qur'anın özündən 2 ayə ilə bu məsələyə aydınlıq gətirərik. Bilirik ki, oxumaq feili nə isə üzündən oxumaq və ya bir kitab oxumaq, jurnal oxumaq, qəzeti oxumaq. Yəni bir insan əlinə bir kitab alıb oxuyursa, biz nə deyirik? Deyirik, o filan kəs kitabı oxudu. Ki, əlindədir, zahiri hərflərdən ibarət təşkil olunmuş kitabdır, onu oxuyur. Ərəb dilində bunu oxumaq feili qərəə feili ilə ifadə olunur. Yəni qərəə o oxudu. Məsələn, qərəəl kitabə o kitabı oxudu. Yəni üzündən açdı, kitabı vərəqlədi, oxudu. Quran-ı Kərimdə Allah Əraf surəsinin 204-cü ayəsində Quran oxumaq haqqında həmin bu qərəə feilindən istifadə edərək belə buyurur. Allah buyurur ki, və izə quri'əl Qur'anu, Quran oxunduğu zaman, baxın əzizlər, deyir Quran oxunduğu zaman. Yəni bir insan əlinə açıb Quranı oxuyursa, buna nə deyilir? Yəni o Quran oxuyur. Yəni Quran oxunduğu zaman fəstəmi'ullah, ona qulaq asın. Vənsitu ləalləkum turham. Yəni ona qulaq asın, sakit olun, dinləyin. Ümid var ki, sizə rəhm olunsun. Bu bir ayə. Quran oxumaq feilini, yəni qərəə feilindən ibarət olan Quran oxumaq anlayışı. Yəni Quranı üzündən oxumağın mənası yoxdur deyənlərə iradlara olan cavablardan biri ki, Allah buyurur, Quran oxunan zaman başqa bir ayədə Allah buyurur, burada Nəhl surəsi 98-ci ayədə birbaşa Peyğəmbərə xitab edir. Deyir ki, فَإِذَا قَرَأَتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ. Ya Muhammed sallallahu aleyhi və aleyhi və səlləm, Quran oxuduğun zaman rəcim olan şeytandan Allaha sığın, Allaha pənah apar.
Burada da yenə də biz Quran oxumaq feilin məfhumuna baxanda, burada da eyni zamanda qaraə feilindən istifadə olunur. Yəni Quranı oxuduğun zaman Allaha sığın. Nədən? Qovulmuş şeytandan. Burada da biz görürük ki, bu iki ayədə Quran oxumaq məfhumunu bizə çatdıran hansı feildə qaraə və dedik ki, qaraə feili də ərəb dilində bir şey üzündən oxumağa deyərlər. Bu bir cəhətdən. İkinci cəhətdən, əgər biz oxumaq anlayışını, xüsusən də Quran oxumaq anlayışını bir zahiri tərəfinə baxsaq, bir batini tərəfinə baxsaq, zahiri tərəfi budur ki, yəni bir insan açar Quranı ərəbcə oxuyar, batini tərəfi də budur ki, o açdığı, oxuduğu Quranın mənasına baxar, mənasını diqqət edir. Hər iki hala biz tərcümə etsək, hər iki mənanı götürsək, bir üzündən oxumaq, bir də mənasını oxumaq, yenə də bu qeyd etdiyimiz ayələr hər iki mənanı da bizə çatdırır. Yəni həm üzündən oxumağı bizə çatdırır, həm də oxuduğumuzu anlamaq üçün, dərk etmək üçün mənasına baxmaq, təfsirinə baxmaq, izahına baxmaq, yəni hər iki mənanı bizə çatdırır. Bu birinci irada cavab olaraq bu iki ayəni qeyd etdik ki, yəni bir insan Quranın mənasını dərk eləmirsə, onun oxumağın mənası yoxdur. Bu iki ayə bizə çatdırdı ki, həqiqətən də bəli, Quranı üzündən oxumağın mənası var və gözəl bir işdir. Bu bir. İkinci ayə. Dedik ki, ikinci irad. İkinci irad dedik ki, belə irad bildirirlər ki, Quranla bağlı, əgər Quranın mənasını bilmirsənsə, niyə oxuyursan, cəmaət Marsa uçur. Filan texnikanı kəşf edir. Cəmaət filan inkişafdadır. Filan işləri görür, amma siz hələ də başa düşmədiyiniz Quranı oxuyursunuz. İndi bu irada cavab verək. Bu irada da cavab vermək üçün bir məsələni diqqətimizdə saxlayaq. O məsələ nədən ibarətdir? Biri var, bir məsələ, bir iş insanın qüdrətindədir. İnsanın gücü çatır onu yerinə yetirməyə. Bir məsələ də var ki, insanın gücü çatmır onu yerinə yetirsin. Yəni mənim qüdrətimdə olan bir iş var, bir də mənim qüdrətimdən xaric olan bir iş var, kənar olan bir iş var. Kənar olan bir iş hal-hazırda, məsəl üçün, mənim Marsa uçmağım, mənim hansısa bir raketi kəşf edib onu düzəltməyim, mənim qüdrətimdən kənar olan bir şeydir. Yəni mənim əlimdə elə bir texnika yoxdur və yaxud da ki, elə bir güc yoxdur ki, mən ondan istifadə edeyim Marsa uçum və yaxud da ki, raket düzəldim və yaxud da ki, filan nəyisə düzəldim ki, bu mənim qüdrətimdən kənardır. Əlbəttə ki, bunu mənim yerinə yetirməyim qeyri-adi bir hal olar ki, mən onu yerinə yetirim. Amma Quranı oxuyub öyrənmək, amma Quranı əzbərləmək və yaxud da ki, oxumaq üzündən olsun, mənasında olsun, bu hər bir insanın qüdrətindədir. Yəni hər bir insan eləyə bilər ki, getsin, bəli, əlifbanı öyrənsin və Quran oxumağı öyrənsin. Yəni qısa olaraq buna belə cavab verək ki, bu iradı bildirənlər birinci, onların məqsədi, qəsdi nədir? Qüdrətimiz, bu misalı niyə vurdum? Yəni, onların qəsdi budur ki, qüdrətimiz çatmayan bir şeylə qüdrətimiz çatanı əlimizdən almaq istəyirlər. Yəni, bir halda ki, Marsa uçmaq, raket düzəltmək bizim qüdrətimizdə deyil, bizim gücümüzün daxilində deyil, bunun vasitəsilə gücümüz çatan, qüdrətimiz çatan bir məsələ ki var, onu əlimizdən almaq istəyirlər. Dediyimiz kimi, Marsa uçmaq qüdrətimizdən kənar olduğu halda onu bizə deyirlər və Quran oxuyub onu öyrənmək qüdrətimiz çatdığı halda onun birincinin vasitəsilə ikincini yenilər, əlimizdən almaq istəyirlər. Ona görə biz gərək bu məsələdə diqqətli olaq ki, gücümüz çatırsa bunu öyrənmək, bunu oxumaq, onu öyrənməliyik. Əgər o birisinə gücümüz çatmırsa, onsuz da ona zaten gücümüz çatmır. Yəni, ondan istifadə edib, niyə Qurandan uzaqlaşaq? Bu bir. İkinci, buna bir misal çəkək ki, Quranı oxuyub başa düşmürsənsə, niyə oxuyursan? Buna bir misal çəkək. 70 yaşında bir kişi xəstələnir və üz tutur həkimə. Məsələn, öskürək gəlib, tutub. Hansısa bir xəstəlikdən, ucbatından həkimə gedir. 70 yaşı var, 50 yaşı var, gedir həkimə. Həkim bunun üçün bir dərman yazır. Halbuki 70 yaşına qədər o xəstə o dərmanın nə adını eşitməyib, nə adını oxumayıb, nə onun haqqında bir məlumatı yox. Məsələn, mən bir dərman adını qeyd etmişəm, Ambrobeni ki, öskürək əleyhinə olan bir dərman. İndi 70 yaşında olan kişi və yaxud da ki, bir insan da gedir həkimə. Həkim bunu yazır ona, o nə indiyənə qədər onun haqqında bir məlumatı yoxdur. Onun nə adını eşitməyib, nə onun adını oxumayıb, nə mənasını bilmir, nə həmin dərmanın faydalarını bilir.
Amma birinci mərhələdə nə edir o xəstə? Gedir o həkimin yazdığı dərmanı alır, aparır evə. O dərmanı istifadə edə-edə açır nə edir? O dərmanın tərkibini və yaxud da ki, faydalarını oxuyur. Görür ki, bəli, bu dərmanın faydası öskürək əleyhinə imiş, öskürəyi kəsir, öskürəyə xeyirliymiş, başlayır nə eləməyə? Qəbul etməyə. Baxın, Qur'an da biz də Qur'ana bu cür yanaşmalıyıq ki, birinci mərhələdə başa düşməsək də belə, bu ona dəlalət eləmir ki, biz Qur'anı üzündən oxumayaq. Birinci mərhələdə biz Qur'anın məntiqini, Qur'anın mənasını, təfsirini, izahını bilməsək də belə, bu ona dəlalət eləmir ki, biz gedək Qur'anı öyrənək, oxuyaq. Bu ona dəlalət eləmir. Yəni öyrənməyək, oxumayaq. Bu ona dəlalət eləmir. Əksinə, birinci mərhələdə bizim vəzifəmiz, borcumuz nədir? Gedək Qur'anı oxuyaq, öyrənək. İkinci mərhələdir ki, bəli, əksinə bu daha gözəldir ki, insan Qur'anı oxuduqda, ərəbcə oxuduqda onun mənasına da baxsın, onun izahına da baxsın, onun təfsirinə də baxsın, görsün ki, Allah bu ayədə bizə nəyi çatdırır. Və həmin insanlara belə bir cavab da vermək olar. Madam ki, sən Qur'anı oxumursan, madam ki, sən Qur'anı ərəbcə oxumursan, öyrənmirsən və bu işin faydasız bir iş olduğunu bilirsənsə və sən bunun əksinə gedirsənsə, indi ona həmin insana sual vermək lazımdır ki, sən bunu etmədiyin halda o birisini etmirsən ya yox? Yəni Marsa uçmusan ya yox? Və yaxud da ki, filan raketi düzəltmirsən ya yox? Və yaxud da ki, filan elmi inkişafda nəyisə bir rolun olub ya yox? Nəyisə cəmiyyətdə bir faydan olub yoxsa yox? Belə insanlar adətən onların məqsədləri, əvvəldə də dediyimiz kimi, yəni belə insanların məqsədləri nə Qur'andır, nə də ki, inkişafdır. Sadəcə belə insanlar cəmiyyətdə insanları Qur'ana qarşı, yəni soyutmaq, insanların beynində Qur'ana qarşı mənfi fikir yaymaq, yaratmaq və cəmiyyəti, insanları Qurandan uzaq tutmaq. Və ona görə biz bu məsələdə gərək diqqətli olaq ki, belə insanların istəklərinin həyatına keçməsinə onlara dəstək olmayaq. Yəni necə Qur'anı dərk eləyək, başa düşək ki, yəni ərəbcə üzündən oxumaq heç də faydasız bir iş deyil, əksinə bəyənilən gözəl bir işdir. Eyni zamanda onu bildikdən sonra yaxşı olar ki, əlbəttə gedək neyniyək? Qur'anın mənasını da bilək, qeyd etdiyimiz kimi izahına da baxaq, təfsirinə də baxaq. Ki, bu cür iradlar çoxdur Qur'ana qarşı, İslama qarşı, amma yenə də nəticədə nə görürük? Həmin irad bildirənlər, həmin fikir bildirənlər özləri aradan gedib, amma İslam həmişəki kimi ayaqdadır, möhkəm qalıb və qiyamətə qədər də möhkəm olacaq. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh.